Bir kardeşimiz bir kardeşe borçlu olur. 1600 AZN'liyip bir borcu olur. Mesela bir müddet geçenden sonra bu borcu tamamlayır, toparlayır. Ve zəngiçi qardaş, mən sənin borcu olan borcumu tamamlamışam və bunu mən necə edeyim sənə çatdırım? O da deyir ki, bəs filan kartımın nömrəsini deyirəm, bu kartımı göndərməm. O da deyir, nə gözəl, tamam, əla. Kartı götürür, gedir milyona, aparatların birində yükləyən zaman nəsə kartın bütün nömrəsini səhv yazır və pul başqa bir adama gedir. Mən də bildiyim qədərilə bir yox, bir neçə dənə rəqəmi hətta səhv yazsam belə bu mümkün olacaq bir şeyə oxşamır. Amma Allah istədikdə, yəni olur. Pul başqa bir adama gedir, çıxır. Nəysə adam zəng eləyib, borc gəlsən, deyir ki, qardaş, bax belə bir hadisə baş verib. Mən indi bir araşdırım tapım görüm bu kimdir, nədir? Nəsə gedir polisə, polisdən banka, bankdan nəsə də bir neçə gün, 15 gün ərzində bu araşdırır, bank və polisin vasitəsilə artıq həmən kartın sahibinin nömrəsini tapıb verirlər bu adama. Bu adam zəng eləyir ki, adam bəs qardaş, sənə bir 15 gün öncəsində sənin kartına pul gəlmişdi. Deyir qardaş, deyir ki, bəli, mənə pul gəlmişdi. Deyir, bəs bu səhvən biz göndərmişdik o pulu. Deyir, siz göndərməmisiniz. Mən sizə pul qaytarmaq istəyirəm. O pulu mənə deyir, Allah göndərdi. Deyirəm, necə yəni Allah? Deyir, mən göndərmişəm aha bunu. Bəs bu pul mənimdir. Deyir, başa düşdüm, sən göndərə bilərsən. Amma mənə pulu göndərən Allahdır. Mən bu pulu sizə qaytarmayacağam. Deyir, qardaş, mənim sıxıntım var idi. Mənim üzr istəyirəm hamıdan. Zövcəm hamilə idi. Mən əməliyyatına və ya hansı bir müalicəsinə görə mənə pula ehtiyacım var idi. Mən nə dostuma, tanışıma, qovuma, əqrəbama kimə ağırlaşdım, heç kəs mənə pul vermədi. Əlimi açdım Allaha, bir dənə dua elədim ki, Allahım mənə yetir də bu pulu. Mənim bu pula ehtiyacım var. Bir neçə saat sonra mənim kartıma o pul gəldi. Yəni mən bu pulu mənə Allah göndərib. Yəni sən mənə göndərməmisən qardaş. Mən bu pulu sənə demirəm verməyəcəm, verəcəm pulu. Amma indi imkanım yoxdur. 4 aydan sonra mən lotereya alacağam. Lotereya alıb sənin pulunu qaytaracağam. Deyirlər ki, bunu eşidir, görür ki, məsələ belədir, adamda da pul yoxdur. Zəng edir o pulu aldığı ilk adama. O da deyir ki, qardaş, sən pulu ödədin, sənin mənə borcun yoxdur. O adamdır, inşallah ki, 4 ayın tamamında ödəyər mənə. Nəsə, Allah Subhanahu taala elə olur ki, bu adama da unutturur borcunu. Adam unudur ki, məsələn, bu adam buna borcu var. 4 ay keçir olur 6 ay. 6 ay tamamında səhv alan pulu kartına oturan adam zəng edir ki, birinci adama ki, qardaş, pulunuzu niyə gəlib götürmüşsünüz? Deyir, qardaş, mən də zəng elədim ki, borcu gəlsin. Ki, bax qardaş, sən niyə götürməmisən pulu? Pulu adam gətirib vermək istəyir. Nəysə, o adam gedir, o adamla görüşür. Allah'a çox şükür, adamın artıq övladı dünyaya gəlmişdi. Adam pulu ona bağışlayır, artıq ondan borc pulunu almır və hətta övladını da, oğlan övladı üçün onun sünnətini edir. Bunlar belə bir maraqlı bir hadisə baş verir. Bu hadisədə ibrət nədədir? İbrət ondadır ki, bir insan çətinlikdə də, sıxıntıda da Allahdan istədikcə hər bir məsələnin olması asandır. Allah bir işə ol desə olar. Yəni siz də inanın, güclə, Allahın qüdrəti ilə hər şey mümkündür. Bir şey istədikdə Allaha sadəcə ol deyə. Hər çətinlikdə, hər məsələdə Allaha dua edin, Allaha təvəkkül edin. İnşallah hər şey yaxşı olacaq.